Su təchizatında şok təhlükə, görünməz düşmən aşkarlanıb. Su təchizatı sistemlərində insan sağlamlığı üçün son dərəcə ciddi və narahat edici yeni təhlükə aşkarlanıb. Sfera.az-ın globalinfo.az-a istinadla yaydığı məlumata görə, alimlərin apardığı son araşdırmalar içməli su şəbəkələrində fəaliyyət göstərən təhlükəli mikroorqanizmlərin mövcudluğunu üzə çıxarıb. Mütəxəssislərin bildirdiyinə görə, bu zərərli mikroorqanizmlər adi bakteriyalardan fərqli olaraq son dərəcə dözümlüdür. Onlar suyun təmizlənməsi zamanı tətbiq edilən xlorlama, yüksək temperatur və digər dezinfeksiya üsullarına belə tab gətirə bilir. Daha təhlükəlisi isə odur ki, bu mikroorqanizmlər öz daxilində zərərli bakteriya və virusları gizlədə bilir. Görünən təmiz, əslində təhlükəli su? Araşdırmalar göstərir ki, su zahirən tam dezinfeksiya olunmuş kimi görünsə də, bu mikroorqanizmlər patogenləri qoruyaraq insan orqanizminə ötürə bilir. Nəticədə isə müxtəlif ağır infeksiyalar, bağırsaq xəstəlikləri və hətta antibiotiklərə davamlı bakteriyaların yayılması riski artır. Alimlər xəbərdarlıq edir ki, bu proses gələcəkdə qlobal səhiyyə üçün ciddi problemə çevrilə bilər. Xüsusilə immun sistemi zəif olan şəxslər, uşaqlar və yaşlılar üçün risk daha yüksəkdir. Təhlükənin səbəbi nədir? Mütəxəssislər problemin əsas səbəblərini iqlim dəyişikliyi, suyun temperaturunun artması və bir çox ölkələrdə köhnəlmiş, yenilənməyən su infrastrukturu ilə əlaqələndirirlər. Boru xəttlərində yaranan bioqatlar bu mikroorqanizmlərin çoxalması üçün ideal mühit formalaşdırır. Həll yolu varmı? Ekspertlərin fikrincə, mövcud vəziyyət təcili tədbirlər görülməsini tələb edir. Bunun üçün su təchizatı sistemlərinə daha ciddi nəzarət mexanizmləri tətbiq edilməli, yeni və qabaqlayıcı su təmizləmə texnologiyaları istifadəyə verilməli, su keyfiyyətinə dair daimi laborator analizlər aparılmalıdır. Əks halda, bu görünməz təhlükə gələcəkdə daha böyük fəsadlara yol aça bilər. Unutmayaq, su həyatdır, amma təhlükəli olduqda həyat üçün riskə çevrilir.